Gecəniz xeyrə qalsın. Hər vaxtınız xeyir olsun Azərbaycan radiosunun dəyərli dinləyiciləri. Gecəniz xeyrə qalsın verilişini dinləyirsiniz. Studiyada Ülviyə Şükürovadır. Dünyada nə qədər sərhəd görmüşəm. Küləklər səsimi hər yana yayıb. Hər eldə, obada hörmət görmüşəm. Görüşlər, vidalar unudulmayıb. Gəzir ölkələri nəğməm dünyada. Dünyanın xoşbəxti mənəm dünyada. Görmüşəm, küləklər səsini hər yana yayır. Hər eldə obada hörmət görmüşəm. Görüşlər, vidalar unudulmayır. Hər eldə obada hörmət görmüşəm. Görüşlər, vidalar unudulmayır. Gəzir ölkələri nəğməm dünyada. Dünyanın xoşbəxti mənəm dünyada. Xoşbəxti mənəm dünyada. Onun oxu tərzi, ifa etdiyi mahnılara uyğun bənzərsiz səhnə hərəkətləri yalnız özünə məxsusdur. Onu sevməyən bir nəfər olsun tamaşaçı, dinləyici tapılmaz. Verilişimizdə xoş günlərimizdə, bayramlarda səsi ilə evlərimizə xoş əhval-ruhiyyə, səhnəyə isə musiqili hərəkət, dinamika gətirən dünya şöhrətli sənətkarımız Zeynəb Xanlarovanın yaradıcılığından söhbət açacağıq. Zeynəb xanımın Azərbaycan incəsənətinə gəlişini mədəniyyət tariximizdə bir yenilik hesab etmək olar. Bütün tamaşaçılarını, dinləyicilərini yalnız özünə tabe edə bilirdi. Oxuduğu mahnı bitənə qədər ondan heç kəs gözünə ayıra bilmirdi. Zeynəb xanıma qədər ondan sonra da çox böyük sənətkarlarımız xalq tərəfindən sevilərək dinləniblər. Amma bu qədər sevilən və bütün böyük bir kütlənin sevgisini qazanan ikinci bir sənətkar olmuyor.
böyükdən kiçiyə, yaşlıdan cavana hamı onu dinləyir, sevir. Bir gün yadınıza düşsem mənə gəl, bu doğma ellərdə axtararsın. Bir gün yadınıza düşsem mənə gəl, bu doğma ellərdə axtararsın. 5-6 nəğmənin müəllifini sevən könüllərdə axtararsın. 5-6 nəğmənin müəllifini sevən könüllərdə axtararsın. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsın. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsın. Zeynəb Yahya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində dünyaya gəlib. Zeynəb xanım orta təhsilini 161 sayılı məktəbdə alıb. Orta məktəbdə oxuya-oxuya Bakıda Mərkəzi Pioner və Məktəblilər Sarayındakı Bədii Öz Fəaliyyət Dərnəyinə üzv yazılır. Məşhur Cücələrin mahnısının xorla səsləndirilib lentə yazılmasında iştirak edir. Kiçik yaşlarından musiqiyə xüsusi istedadı və marağı olduğundan hətta məktəb illərinin bütün günlərini oxuduğu müxtəlif mahnılarla xatırlayır. 1956-cı ildə Sabir adına Bakı Pedaqoji Məktəbinə daxil olur. Elə pedaqoji məktəbdə də Bədii Öz Fəaliyyət kollektivinin fəal iştirakçısı olur. Bir sözlə musiqi onun həyatının bütün anlarında ondan ayrılmış. O da musiqidən. Nəhayət bu sevgi onu 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna gətirir və böyük ustad Seyid Şunskinin sinifində dərs alır. Muğamın dərinliklərinə baş vurur, möhkəm biliklər əldə edir. Elə həmin il xalq artisti, görkəmli rejissor Şəmsi Bədəlbəylinin xeyir duası ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcılıq ömrünə qədəm qoyur. Xalq artisti 1961-ci ildə Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayır. Üzeyir Hacıbəylinin Leyli və Məcnun, Əsli və Kərəm operalarında Leyli və Əsli obrazlarını yaradır. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. İfa etdiyi gözəl bəstəkar nəğmələri ilə bərabər onun səhnədə yaratdığı Leylisi, Əslisi Şahsənəmi teatr tariximizin səhifələrində əbədi qalacaq obrazlardandır. Zeynəb xanım Azərbaycanın qadın xanəndələri arasında Çahargah muğamının ilk ifaçılarından biridir. La la
Yetək qəlbim mənim ey nazənin yüz parədir. Dağlayan hər parəni ol ateşim ruxsarədir. Qəlbi qan etdim ola sevdayı bütlərdən xilas. Hər tərəfdən qəsd edən bu qəlbə bir xunxarədir ay ərmanım. Sənətkarın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən seri xalq artisti və daha sonralar dövlət mükafatı laureatı, şöhrət və istiqlal ordenləri ilə mükafatlandırılıb. Vətən sənə vurulmuşam, 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 vurulmuşam. Məsləkimin adı sən, ürəyimin odu sən. Məsləkimin adı sən, ürəyimin odu sən. Saflığımı alıp senden damla damla durulmuşam. Vətən sənə vurulmuşam, vətən sənə vurulmuşam. Saflığımı alıp senden damla damla durulmuşam, durulmuşam, durulmuşam. Vətən sənə vurulmuşam, vətən sənə vurulmuşam, 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 vurulmuşam. Taxtı, sen ömrümün gülen baktı, senin hamın uca taxtı. Senden düşen bak, hasretinden doğrulmuşum, doğrulmuşum. Senden düşen bak, hasretinden doğrulmuşum, doğrulmuşum. Vətən sənə vurulmuşam, vətən sənə vurulmuşam, vurulmuşam, vurulmuşam. Bunu sırrı sensiz niye demirdilim, danış bunun sırrı bilim. Ben bülbülüm, sen de gülüm, öz gülüme vurulmuşam, vurulmuşam.
Repertuarında muğam Şahnaz, Mahur, Qatar, Bayatı Şiraz və digər təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və digər bəstəkarların mahnıları da yer tutur. Dağlar kızı Reyhan, 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 parlaktan ulduzu Reyhan, Reyhan, alem sana heyran, 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 alem sana heyran, heyran, heyran. Ne qəşəngsən, ay kız, gül çiçeksen, ay kız, bir tanesen, ay kız, dürdanesen, ay kız. Güzeller güzeli Reyhan, Reyhan, sevdamın ezeli Reyhan, Reyhan, alem sana heyran, 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 alem sana heyran, heyran, heyran. Ne qəşəngsən, ay kız, gül çiçeksen, ay kız, bir tanesen, ay kız, bir tanesen, ay kız. Gözün Reyhan, Reyhan, baldan şirin sözün Reyhan, Reyhan, alem sana heyran, 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 alem sana heyran, heyran, Azərbaycan Radyosu. heyran. Ne qəşəngsən, ay kız, gül çiçeksen, ay kız, bir tanesen, ay kız, bir tanesen, ay kız, bir tanesen, ay kız, bir çiçeksen, ay kız, bir tanesen, ay kız, bir tanesen, ay kız. Zeynəb xanımın sənət həyatında əldə etdiyi xoşbəxtliyi, qazandığı tamaşaçı sevgisini, pərəstişkar dinləyici ordusunu bəlkə də heç bir sənətkar onun qədər qazanmayıb. Əlbəttə ki, Zeynəb xanım bütün bu sevgiyə layiqdir. Hətta bundan artığına da layiqdir. Çünki bu məhəbbəti o özü xalqının onun sənətinə olan sevgisindən qazanır. Könlümün viranəsində gənci pünhan bulmuşam. Könlümün viranəsində gənci pünhan bulmuşam. Olmuşam olmağa qurban, canı canan bulmuşam. Olmuşam olmağa qurban, canı canan bulmuşam. Xızra gər zülmətə vardı, istədi abi həyat. Mən dodağın çeşməsindən abi heyvan bulmuşam. Xızra gər zülmətə vardı, istədi abi həyat. Mən dodağın çeşməsindən abi heyvan bulmuşam.
Yükselir göylere bila gülüm. Ah fevanım sensiz, neye lazımdı keçir ömrü zamanım sensiz. Değişir halım her anda senin icranın. Gel deyim gör necedir bu güzel anım sensiz. Haydar, haydar, haydar. Yar, yar, ay, yar, aman ay. İndi dünya müasirləşsə də Zeynəb xanıma olan sevgi azalmayıb, bitməyib. Çünki belə uca zirvəni fəth edən sənətkarlar həmişə xalqın sevimlisi olaraq qalır. O, opera aktrisasıdır, o bəstəkardır, o xanəndədir, o estrada müğənnisidir. Bu qədər yaradıcılığı ilə Zeynəb Xanlarova səhnəmizə bir şuxluq, canlanma gətirdi. İnsanları xoşbəxt olmağa, müsbət düşünməyə, nikbin yaşamağa səsləyən Zeynəb Xanlarova səhnəyə gözəl məzmunda nə gətirdisə sevildi. Necə ki, indi də sevilir. Əzizinem Qarabağ Şəkil Şirvan, Qarabağ əzizinem Qarabağ Şəkil Şirvan, Qarabağ dünya cənnət, dönsə cənnətə dönsə, yaddan çıxmaz Qarabağ, Qarabağ. Dünya cənnət, dönsə cənnətə dönsə, yaddan çıxmaz Qarabağ, Qarabağ. Sinəmdə var min bir şehir, sevən qəlbim gör nə deyir. Sinəmdə var min bir şehir, sevən qəlbim gör nə deyir. Sən mənim, sən Qarabağ, ürəyim sən Qarabağ, gərəyim sən Qarabağ.
şikəst səsi, şikəst səsi Qarabağın şikəst səsi, şikəst səsi Sinəmdə var min bir şehir, sevən qəlbim görməliyim Sinəmdə var min bir şehir, sevən qəlbim görməliyim Sən mənim, sən Qarabağ Ürəyim sən Qarabağ, gərəyim sən Qarabağ Mənim doğma ocağım, istiyana qucağım Vətənim sən Qarabağ Sən mənim, sən Onun repertuarı həm janr, həm də mövzu baxımından zəngin, rəngarəngdir. Ən əsası isə o bu mahnılarla ölkə-ölkə gəzib bəstəkarların əsərlərini dünyanın dörd yanında səsləndirir. Öz dili ilə desək, küləklər onun səsini və onun səsində bu bəstəkarların sənət nümunələrini dörd yana yayıb. Zeynəb Xanlarova Yunan, Əfqan, Ərəb, Yapon, Gürcü və Türk dillərində mahnılar ifa edib, musiqinin dünyəvi olduğunu, sənətin sərhəd tanımadığını Azərbaycan tamaşaçısına və dünya tamaşaçılarına göstərən bir sənətkardır. Sənətin dili, sənətin dini, irqi deyil, sülhü və sevgini simvolizə etdiyini öyrədi. Hayatımın tacı idi qara gözlü cavanlara Eşq, məhəbbət acı idi qara gözlü cavanlara Ürəkimi döyünərdi nə bir qəmi, nə bir dərdi Ürəkimi döyünərdi nə bir qəmi, nə bir dərdi Çox illərə sinə gərdi durdu dözdü cavanlığı Çox illərə sinə gərdi durdu dözdü cavanlığı Ömrü çiçək qədər oldu ah, sevinç oldu, kədər oldu Ne için geldi gider oldu ah, kimden küstü cavanlığı Arzulara atlayardı gönçekini çatlayardı Güzelleri odlayardı kaynar isti cavanlığı Sevgilerin məbədiydi təbiətin nemətiydi Sevgilerin məbədiydi təbiətin nemətiydi Sanardım ki əbədidir tükənməzdi cavanlığı Sanardım ki əbədidir tükənməzdi cavanlığı Dekabrın 28-i Azərbaycan Respublikasının xalq artisti, görkəmli sənətkar, millət vəkili Zeynəb Xanlarovanın ad günüdür. Ömrünün 85-ci ilinə qədəm qoyur artıq Zeynəb Xanlarova. Hər zaman tanınan, hər zaman sevilən, dəbdən düşməyən, uşaqdan böyüyə qədər nəhəng bir kütlənin sevgisini qazanan sənətkar. Doğum gününüz mübarək olsun. Çok geçmişem bu dağlardan, bu dağlarda Durna gözlü bulaklardan, bulaklarda Çok geçmişem bu dağlardan, bu dağlarda Durna gözlü bulaklardan, bulaklardan Eşitmişem yakınlardan, uzaklardan Sakit akan marazlar Azerbaycan Sınamışam dostu yar Azerbaycan Sınamışam dostu yar Azerbaycan Eşitmişem yakınlarda, uzaklarda
Sakit akan arazlar Azerbaycan. Sınamışam dostu yar Azerbaycan. Sınamışam dostu yar Azerbaycan. Uşaq sən bir ana, sən bir ana. Odur ki bağlıyam sana, mən sana. Mən bir uşaq sən bir ana, sən bir ana. Odur ki bağlıyam sana, mən sana. Hansı səmtə, hansı yana, hansı yana. Hey uçsam da yuvam sənsən Azərbaycan. Elim günüm obam sənsən Azərbaycan. Elim günüm obam sənsən Azərbaycan. Sen hansız yana, hansı yana. Hey uçsam da yuvam sensen Azerbaycan. Elim günüm obam sensen Azerbaycan. Elim günüm obam sensen Azerbaycan. Gecəniz xeyrə qalsın. Verişi sizin üçün hazırladı Ülviyə Şükürova. Rejissor Qısqayıt Cəlal. Redaktor Azad Sahid.